Yoldan qoyanda İlham gəlib ara verdi. Sənə də mən qoyum. Eşit məni. Mehribana Ben ne daldan deyirəm? gedəndə İlham gəlirdi ayrıldı ki, eləmə bir şey. Ay, bax mənə bax, Mehriban. Mən səndən Mehriban ağzına verəndə İdər Əliyev dedi ki, eləmə bir şey. Niyə elə deyirsən ki? Niyə elə deyirsən ki? Niyə hörmət istəyirsən ki? Ay deyil, o sənin prezidentindir. Adam prezidentini söyər, adam vətəninin prezidentini söyər, şərəf. Yo, adam prezidenti söyməsin, adam prezidentin arvadını daldan qoyur. Sənin belə çıxmasın, anan da burdadır, atan da burdadır, nəslin əqrəbən də burdadır. Qorxmursan birdən-birə zəng eləyirsən, zəng satmır onlara. Elə bir şey ola bilər də, yəqin ki, özün gözəl bilsən. Bilirsən mən atam oradadır. İndi hər nəysə də yəqin ki, ailəndən bir nəfər, iki nəfər burdadır. Bilmirsən ki, Fəttah raketləri buradadır. Fəttah raketin neyinirsən ki? Get DTK-dan soruş deyərlər sənə. Tam elə böyük adam deyilsən ki, nə özü böyük adam sayırsan ki? Mən böyük adam deyirəm ki, mən sən böyüklərin ağzına verərəm. Mən böyük adam deyirəm, mən sən böyüklərin ağzına verərəm. Bax, söyüşsüz danışaq da, bax, mən sənə söyüşsüz danışaq. Mən demədim mən böyük adamım, mən deyirəm sən böyüklərin ağzına verərəm. Aylıq 1000 dollara aylıq əl altısısan. Gedirsən onu görürsən, bunu görürsən, nə bilim onun başını oynaşdırırsan, bunun başını oynaşdırırsan. 1000 dollar pul alırsan. Kim deyib sənə 1000 dollar pul alırsan? Kim deyib sənə 1000 dollar? Hardan İraqda bilirsən? oturmuşsan da sən, düzdürmü dostum? Hardan bilirsən də 1000 dollar? Hardan Amma bilirsən? İraqda da deyirsən. Özüm ölüm, mənim qardaşlarım səndən məzarlanıb da, mırtdaşıb səndən. Mənə bax söz deyim. Mənim buradakı qardaşlarım mırtdaşıb səndən. Mənə bax, özün də gözəl bilsən ki, dövlətin yaratdığı. Sən elə bizə məlumat yığırsan sən. Bax, sən elə bizə məlumat yığırsan. Özün də sən öz aləmində elə bilirsən məlumat yığırsan. Mən neyirəm sənin haqqında məlumat yığım mən. Neyirəm sənin məlumat. Elə bilirəm də sizin orada bu DTK işçiləri bizdə zəng vurur buradakı bizim dostlara, qardaşlara görə məlumat yığırsın. Burada DTK yoxdur. Mən heç bir orqan işçisi deyiləm. Heç bir orqanda tanımıram. Yalan sənin arvadına vursunlar. Bacısan söyüşlə danışsan. Da gözüm mən səndən söyüşlə. Yalan sənin arvadına vursunlar da. Niyə söyüşlə danışsan ki? Niyə söyüşlə danışsan? Həqiqətə deyirəm də. Hə, mən razıyam. Mən dövlət bilirsən ki, mən 1000 manat pul alıram. Orqan işçisidir. Harda bu məlumat yığıbsan? Düzdür ki, görsən özün də təsdiqləyirsən ki, düzdür. Ya tutaq ki, 1000 manat alıram. Özün də təsdiqləyirsən. Hardan bilirsən? O sənə 1000 manat. Orqan işçisi dörsənsə hardan bilirsən? Aylıq 1000 dollardır, sənə pul gəlir. Hardan bilirsən? Bu niyə uçduramazsın? Kimlə gəlir, necə gəlir sizdən deyil. Heç bir maman, eşidirsən? Sən maman kənddən evi satıb, deyim də sən qiymətini, DTK-nın qiymətini. Bunu bütün xalq bilir. 40.000 manatı sən DTK-ya yazdırıb. 40.000 manatı sən DTK-ya yazdırıb, eşidirsən? Məktəb uşağı. Ona görə siz bu ağıldasınız siz. Bu ağıldasınız. Sən heç kimsən, bilsən onu. Özü böyük figur. Heç kim həmsonda burada neynirsən? Heç kim həmsonda burada neynirsən? Yəni danışırsan burada. Həmsonda burada neynirsən? Heç kim həmsonda burada neynirsən? Kimdən danışsan. Bir yaxma bax. Zor edirəm. Zor edirəm. Heç kim həmsonda burada neynirsən də? Bax sual verim də sənə. İnsan bir işlə məşğul olar da yəqin ki. Ya sən işin söhbət edirəm. Sən işin nədir? Mənim işim sənin kimlərlə dərdləşmək səhərə qədər bekarçılıqdır. Və dedim mən sən heç kimsən, sən heç kimlərlə dərdləşirsən? Sənlə mırt deyirik, güllü, mehribançılıq edirik. Mırt deyirik, prezidentimi arvadın qayırıram, kayf alırsan. Belə mırtdaşma olur. Sən elə, o sənin işindir. O sənin işindir. Mənim işimdə sənin işin ola bilməzdi. Mənim üçün Allah onları qorusun, Allah onları qorusun, onlar müqəddəsdir. Sən onun cavabını verəcəksən. Onun sən cavabını verəcəksən, mən yox. Mən gəlib onun cavabını verməyəcəm. Hə? Kimə cavab verəcəksən? Kimə lazımdır ona? Kimə? Kimə lazımdır ona? Kimə cavab Qasımovu tanıyırdın, Qasımovu tanıyırdın. Kimə? Mən Mehribanla başqasını tanımıram. Kimə? Yox, Qasımovu tanıyırdın. Kimə cavab verəcəm? Söhbətdən qaçma, kimə cavab verəcəm? Emin var idi, dostun. Hələ, kimə cavab verəcəm? Kimə lazımdır, bilmirsən ki, özün. Kimə lazımdır, kimə? 4-5 nəfərlə gəzirsən, özü də qaçoq. Mühafizətçilərin olar təzə, baxma. Mühafizəçi? O günləri xəbər çatıb ki, 4-5 nəfərlə ayvı salıb. Harada xəbər tutursan sən? Kimsə xəbər çatır? Mənə çox yerdən, sənin nə işinə qalıb? Sən deyirsən, mən adi bir adamım. Yəni, sən bir dənə söz soruşum səndən. Sən üştüriyəklarını satırsan bir-bir. Üştüriyəklarını satmısan, baxsa. Mənim üştüriyakım yoxdur, mənim indi qardaşlarım var. Paştaryonları satmısan, baxsa. Paştaryonları satmısan, falan olur. Üştüriyak sizdə olar da, bizdə burada üştüriyak yoxdur. Burada mı qardaş deyil. Səhv salma.
Vüsal Allah danışdan düzgün danışmırsan da nə danışdığı özün də bilmirsən. Sən güya da öz aləmində söhbət edirsən də. Məktəb uşaqsan da, bu məktəb uşaqsan. Hə, Adı yazdırsan DTK-ya, məktəb uşaqsan, məktəb uşaqsan. DTK-da işləyənlər məktəb uşaqlarıdır. Sən bilirsən nəsən, sən bilirsən nəsən. Osturaq danışasan, danışasan. Məktəb uşaqları üstündə də belə görürsə bir dənə çalmayı üçün danışa bilmirsən. Sən öl, bir gün eşidirsən, səni pis tutacaqlar. Vüsal, deyəcəksən, ay Allah, bu nə idi? Ay Allah, bu hardan gəldi? Necə qardaş dediklərin səni satacaqlar. Ələ tutulmaq problemi Qardaş dediklərin satacaq səni. Mən də bilirəm, sürtülmüsən axı. Sürtülmüsən axı. Sürtülmüsən. Tuturmaq problem deyil. Sən kimi yaşamaq problem. Düz deyirsən, tutturmaq problem deyil. Sən kimi yaşamaq. Mən tutulacam, bu problem deyil. Bu problem deyil. Sən kimi yaşamaq problem. Mən demirəm sən ki, tutulacaqsan. Sən mənə deyirsən, sən tut. Sən mənə demir, mən sənə demirəm. Sürtülmüsən sən sürtülmüsən. Mən sənə demirəm, sən tutulacaqsan. Sən mənə deyirsən, tutulacaqsan. Elə mənada tutulacaqsan, yox, tutulmaq problem deyil. Yox. Biraz səbr elə. Bax sözümə qulaq as. Mən də deyirəm ki, tutulmaq problem deyil də, sən mənə deyirsən tutulacaqsan. Mən sənə demirəm. Mən o mənada demirəm, Mən o mənada demirəm, tutulub zindana atılacaqsan. Nə mənada deyirsən? O mənada demirəm. Nə mənada deyirsən ki, sən pis tutacaqlar? Nə mənada deyirsən? Yox, tutulacaqsan. Deyirsən ki, səni pis tutacaqlar. Nə mənada deyirsən? Ha deyirəm, qoyursan, özün danışırsan. Dedin ki, səni tutacaqlar, pis tutacaqlar. Mən də dedim ki, sənə ki, tutulmaq problem deyil. Qoy deyim də. Sən kimi yaşamaq problemidir. Hə. Deyirəm, qoy necə tutulacaqsan deyirəm. Səni tutacaqlar. Mən demirəm sən tutulacaqsan. Mən də sənə deyirəm, mən onsuz da Azərbaycanda da olan tutulmuşam. Mənim ömrümün yarısı onsuz da zindanda keçir. Hə, bildim də, yaxşı eləmsən. Sən bomba oğlansan. Gör nə deyirəm, sözümə qulaq as bir dənə. Bomba oğlan şalvardadır. Görməksən. Nəyə görə deyirəm tutulacaqsan? Gör nəyə görə bomba oğlan deyirəm tutulacaqsan? şalvardadır, görməksən. Ha? Lazım olanda əli vur, özü kömək olar. Əlimi vurub belə buraxım üstüvə. Əlimi vurub onu buraxım üstüvə. Bax, gör nə deyirəm, Əlimi belə vurub buraxım üstüvə. Bax, acı bibər ortadan kəsəcəklər, acı bibər ortadan kəsəcəklər, sən də bombatmasını eləyəcəklər. Hələ məktəb uşağı, qulaq asana, tutulacaqsın. Çox amcıq adamsan, xətirə deyilsən. Tutub buraxacam DTK işçilərin üzünə. Görsən gücün çatmır, söyüşə keçirsən, eləmi? Sən gücün çatmayanda söyüşə keçirsən də. Nə oldu, sənə söyüş söymək olar mı? Sənə söyüş söymək olar, mənə söyüş söymək olmaz. Necə mən səninlə söyüşlə danışmışam, amma vaxt danışdım sən. Sənin adını çəkmişəm. Hansı söyüşdürsə sənin adını çəkmişəm. Sən payva söyüşlə danışanın arvadına vurub. 5 də artıq hansı söyüşdürsə, qardaş, sənin adını çəkmişəm o söyüşdə. Sənin adını demişəm, o söyüş sənin adındır. Arvad getdi əldə. Arvad getdi əldə. Olsa da gedər. Arvad getdi əldə. Arvadın getdi əldə. Yox da, qeyb. Yoxdur, yoxdur, gələcək arvadındır. Gələcək arvadın var, mən birinci getdim. Hara evlənməm. Arvadın yanına gələcəkdə evlənsən, mən getdim. Bir dənə gözlə, gəlir biri səni söyür, naxada deyirsən ki, dövlətçisidir. Burada heç bir dövlətçisi qalxıb dövlətçisi yox, sən deyirsən ki, aylıq 1000 manat maaş alsın. Nədir, mən firmada zətdə işləyirəm, adam durursun. Sən alırsan, Azərbaycanda da 300 manat maaş alımsan, eminə baha biliyə görə. Bahabisən, sən bahabisən. Vahabiyəm mən? Haqqallısan, bəli, bahabisən sən. Səni öldürmək lazımdır. Mən vahabiyəm. Uşaqlar, Vüsalı öldürənə bir gecə oliqarxda pulsuz yeyib içmək mənlikdir. Oliqarx Bakıya gəlin, Vüsalı öldürənə. Mən şeyimi öldürmək deyirsən. Yox. Səni belə qalxmış vəziyyətdə onu deyirsən, öldürmək onu deyirsən. Onu öldürənə elə bir ki, Vüsalı söydüz. Eləsi. Yox, söhbət deyil, dərdləşirik. Uzağa mən o şeyimi öldürərsiniz, o polnu doza vaxt olaraq onu öldürərsiniz. Ay Vüsal, kişi sən heç olubmu, sən zanı türmə həyatda heç olubmu sanitar azada göz kəsən? Bir dənə göt barakda göt azada göz kəsən. Mən mehriban, mən deyirəm də, mən tualetdə mehriban şəklinə baxırdım, türmədə suxoy vururdu. Əstağfurullah, bəs o bizim anamızdır, elə ki söyüşlər söyməyin. Sən anama baxıb suxoy vururdun da. Bəsdir, o bizim, yəni, anamızda elə şeylər deməyin. Söz deyirəm, Vüsal, sən heç olubmu kimsə kişisən, yüngül uzananda səni arxadan kərkinsin. Koykada da o 2 nəfəri yatdığınız vaxtı. Yox, mən dedim, mən mehriban, anama baxmışam, suxoy vurmuşam, demişəm də sənə. Ay da, niyə söz söyləyirik? Bax, sözsüz danışa bilmirik. Söyləmirəm də, sən sual versən, cavab verirəm də.
Qeyrətimiz Ada olsun. sual verdin bana, sual verdin, ne inip Abi, sen türmədə? türmədə Ama dedim meyve- ki, tuvalette mehri var. Türmədə çörəyin yemisən də, bu dövlətin Okey, çörəyin vaxtıdır qız yox idi da. Ay Ha? şərəfsiz, bu dövlətin çörəyin yemisən də türmədə. Ben bala. yemeliyim de. Devletin çağırdan devletin çöreği olayım. Ben yemeliyim de sen yemezsin. Ben yemeliyim de. Benim hakkımdı da. Yeməzdin də. Atqaz robot eləyərdin də. Devletin Atqaz çöreği eləyərdin, oldu. etiraz Harada eləyərdin. yazılı be bu devletin çöreği? Yatdığın döşəyə Harda qədər yazılı etiraz devletin eləyərdin də. çöreği? Qəbul eləməzdin də. Ne? Adam ne itiraz? Kabul Ki edemezdim benim de ya. hakkımdı. Prisyon. Devletin hakkıdır o. Yatdığın döşəyə qədər etiraz eləyərdin. Niyə paqonun əli dəyib? Metlərin əli dəyib. Pagon alı deyip. Hə, yatdığın döşəyə qədər atqaz Pagon- eləyərdin. Elə pagon- bomba pagon olansa, adı yüz- belə pagon bomba adı- pagon adı bombalansa, başa düşmədim, şey deyil. o vaxt səni dəstəkləyərdim, hə? Yani sen tasdikliysen ki pagonun alı daymamalıdır da. Yəni, bax deyirsən ki, indi reallığında deyirsən də, deyirsən təmiz oğlanam, düzdür, gözəl oğlanam, nə bilim, bəlkə elə paqon şeyini əli vurub döşəyə əli vurur. Belki ben sürtmüşəm pagonun arvadının xəbəri yoxdur. Pagon. Vallahi belə görürəm, hamı sizin evdədir. Elə sən Belki ben kimdəsə pagonun qəflərsən. arvadına sürtmüşəm. Belki Vallahi pagonun hamı xəbəri sizin yoxdur. evdədir Ola də, bilər. yəni belə danışmağın adı yoxdur. Belki, Hamı belki sizin hepsinde ne evdədir. kadar suallar böyle Çok de. Belki sen de mehrim şey, ağzına değil sürtmüşəm, biləsən. xəbərin yox. Vallahi çox sən də deyib, elə maman türmə qapısına gələndə belə Belki çıxmaz. Allah Bax, bu evinin şoferləri- arvadına sürtmüşəm, xəbəri yoxdur. Belki Azərbaycan xarici kəşfiyyatının arvadına sürtmüşəm, xəbəri yoxdur. Niyə elə deyirsən ki? Bax, Ola niyə bilər. elə deyirsən? Bax, Bəlkə, bəlkə, Azərbaycandan sən nə Sen deyirsən belki, mən də deyirəm belki məni eləmişəm. Abi qiriyyət, Azərbaycandan nə istəyirsən? Vallahi hamı sizin evdədir. Azərbaycan, Bir sen də onları fikir verin, Azərbaycanlı hamı sizin sayırsan. Sen onları Vəlizar səndən yaxşı oğlandır. Bax, Vəlizar səndən yaxşı Ben oğlandır. de sizə görə o yaxşıdır da. Sizə görə o yaxşıdır da. Vəlizar haqq Sizə səndən nənciyi qeyrətli dəstəkləyir? namuslu oğlandır. Siz elənciləri dəstəkləyir. Sizə görə yaxşı oğlan Belizardır. Və mənim üçün şəxsən səndən yaxşı oğlandır. Çünki bir barmağa işləyə Bilirəm, bilir. bilirəm də sənin kimlərə işləyə görə yaxşı bilmirsən. oğlan Belizardır Azərbaycanda. Bunu bütün Sən Azərbaycan. işləyə bilmirsən. Sən işləyə bilmirsən, Mən olma barmağa bilirəm, işləyir. mən danıram ki, sənə görə, sən kimlərə görə Azərbaycanın söz deyəni, Azərbaycanın ağası Belizar kimlərdir də? Mənim üçün də belə İlham çıxmasın. da Qulağı onlardan, İlham kəsilən, elə. qulağı kəsilən var idi, Aktiv, pasiv. Ratif. Ratif Aktiv, səndən pasiv yaxşı İlham. oğlandır. Oradan verəm, buradan Ratif də verəm. səndən yaxşı Sən oğlandır. kimi, mən bunu təcrübə eləmirəm, sənin kimlərə görə, sənin kimlərə Sən görə. özün də Kimlər aktiv dəstəkləyir. pasiv oldular arada, mən bilən. Ya məndən Mən elə ağasını, ya olsaydım, sən məndən mənə nə istəyirsən? dəstəkləyərdin. Ana, mən elə olsaydım ha. Ana, mən elə olsaydım ha. Sən mənə ata deyərdin. Mənə görə elə olsaydı. Az mənə bax. Deyərdin ki, solda sən mənə tərifləyərdin əgər elə olsaydı. Detka, mənə bax, Detka. Ya məndə nə vızqırdırsan? Ha, pet- Orada necəsən? Harda? Ya Sən məndə nə necəsən? vızqırdırsan Velizarın yanında? Nə Mən vızqırdırsan Velizarın Velizarın yanında, mən Gürcüstandayam. Dəstəkləmirsən? Dəstəkləmirsən? Mən Velizarı dəstəkləyirəm ki, o yaran Dəstəkləmədin. barmağı işləyir, sən işləyə bilmirsən. Elə gəl Yox, hamı gətir sən mən də başına işimdə. Gətir başımı mən də işim. Yox, gətirəsən başımı mən də işləyərəm, problem yox. Ay Yoxsa kaç- ulə. Ay sən var ya, hoqqasan. Ya gətirəsən mən də şey eləyərəm də, nə edeyim də. Sən də Nə görəm bax- eləncə kimsə boş bir işi Nə bax- onları xoşduysan da. O Əli Tatoğlu var sizin yanınızda. Uzun boy. Əli- Əli Tatoğlu. Bildin hansı? Nə dansın? Nə dansın? Setka Tatoğlu var. O sizin yanınızda. Gəldiniz binaya girdiniz. Hansı binaya? 4 nəfər. Açı bilmir hansı binaya. Yo, Dəni sən gəl. Hələ bir dənə sənin sözün var sən. Sən get, o dalında duranlar var ha, o əməliyyatçıdır. Ay mən Xarici tanımıram heç kəşfiyyatdır. kimi. Ay mən Qulaq as, avarıyam, mən qulaq as, uğruyam. hə, deyirəm tanıyasan da, deyirəm tanıyasan. Get o xarici kəşfiyyat və denən ki, denən ay cırıqlar, Vüsalın qabağını niyə ala bilmirsiniz? Bu sizin işinizdir. Ay mən uğruyam, mən avarıyam, mən hostura. Ha, get onlara denən ki, axı, ya sənin kimlərin veriblər qabağa, özləri gizləniblər də oldu. Bilirsiniz? Get onlara denən ki, ay cırıqlar, Vüsalın qabağını niyə ala bilmirsiniz? Ay DTX-nın rəisi, ay Ay, xarici Vüsal, kəşfiyyatın eşidirsən məni? rəisi, ay polisin Vüsal. rəisi, Vüsalın qabağını niyə ala bilmirsiniz? Bizi Vüsal, qandon kimi eşidirsən atmışsınız məni? ortaya. Ay Vüsal, Hə? söz demədi. Bax söyslə danışıram mən səninlə. Denən ki, mən sənə söz, söz. söyüşlə danışıram, acıdı. Acıdı lan, mən sənə söyüşlə danışıram. Qəti. Hə. Yo, olmuyor. Elə bir şey Ayağımsın, mən olmuyor. sənə söyüşlə danışıram. Yo. Gör nə deyirəm. Get onlara denən ki, eşidirsən? Vüsalın qabağını almaq istəyirəm vəzifəvizdə Vüsalın qabağını niyə ala bilmirsiniz? 500-ü arvadınıza qoyur. Dalda. Onların əl altısı sənin mamanda, ona deyərəm gedib deyər, problem yoxdur. Elə şey Əl qətin altısı arasın. mamamdır. Mənim mamam onların əl altısı olsaydı, onlar mənə ağa deyərdilər. Ata deyərlərdi. Ata deyərdilər mənə, ağa deyərdilər mənə, ağa. Hə. Bax sənin maman, Amma sənin biz- maman, Amma onların Vüsal- sənin maman, onların əl altısı Vüsal, deyil. arvadın Sən haraldı? orada ay şah Vüsal? kimi yaşayırsan, şah, Vüsal, padşah. söz soruşum, arvadın haraldı?
Yer git. Söhbət edirik, də hara gedirik? Mənə bax söz deyirəm. Sən yaxşı oğlan oxşursan. Yer gitdi. Zırığım bir zırığım. Kendi at yaşı görüm necə yaşayırsan.